Hoş gördük. 2025 arkada kaldı. 2026 özünü çok gözletmedi. Qədəmləri səyalı olsun, ayağı düşərli olsun. Həyatımıza xoş gəldin 2026-cı il. At ili, qızılı rəngdə, qırmızı çalarlarda. Qoy öz adı ilə, at simvolu ilə, at rəmzi ilə, dəyanəti ilə, vəfası ilə, etibarı ilə hər ailəyə xoş müjdələr gətirsin, qəlbləri sindirsin, daha da dostluq, mehribançılığı genişləndirsin. Bugün yanvarın 1-i təzə ilin ilk günüdür. Əlbəttə atın daşıdığı rəmzi mənaları həyatımızla əlaqələndirsək, ancaq olumlu, müsbət dəyərlər ondan gözləyirik. 2026-cı ildə inanıram ki, atdan yansıyan ata məxsus o kimi simvollar və rəmzi mənalar həyatımızda da özünü çox gözlətməyəcək. Öncə atın bu qədər dözümü, əzmi, vəfası, sədaqəti, onda olan etibar hamısı həm qatışı, həm sürəti, həm istiqaməti onun bir mənalı sükan rolunu oynayan həm yüyənidir, həm cilovudur. Biz onları gözəl tənzimləsək, ondan nəyi götürmüş olarıq? Ağlımız da bizim cilovumuzdur. Və eyni ilə atdan gələn, atda olan bənzər cəhətlərlə biz qarşıya qoyduğumuz məqsədləri həyata keçirmiş olarıq. Bəli, ağıl insana cilov tək, sükan tək məqsədi, hədəfi, gələcəyə doğru istiqaməti müəyyən edir. Biz deyildiyi kimi gedəcəyi limanı bilməyən bir kəsə heç bir rüzgərdən, küləkdən xeyir ola bilməz. Öncə hədəfdir, məqsəddir. At ilində də gözləntilərimiz ancaq o hədəfə xidmət etməlidir. Atdakı əzim, mətanət, dözüm və məqsədli, dörd ayaqlı, dörd nallı çapması biraz tələsməyi özündə ehtiva edir. Sanki at məqsədə doğru sürətlə, dörd nalla çaparaq özünü çatdırmağa çalışır. Bu zaman belə bir deyim var, tələssək də heç nəyə tələsik etmək olmaz. Amma qərar vermək çox önəmlidir. Sürət önəmlidirsə də qərarlılıq ondan daha önəmlidir. Atdan gələn o məqsəd yönlü, ağıllı, hədəfi göz önündə tutan bir mənalı o incə dəyərlər, məna yükü də insan həyatında inanırıq gözünü çox gözlətməyəcək. Dostlar, atla bağlı, atdan aldığımız güc, dəyər, məna yükü bizim şəxsən öz həyatımızda özümüzdən bir mənalı asılıdır. At nə qədər sürətli olarsa, səbiri daha çox özündə gəlişdirir. Çünki səbirlə biz cilovun tutulması, idarə olunması və öz həyatımızda dərindən düşünsək ki, həyata keçirmək istədiyimiz layihələri, məqsəd və planları, proqramları ağılla idarə edərək ona nail ola bilərik. Və bizim atdan aldığımız o müsbət pozitivliyi bir mənalı fəaliyyətimizə, məqsəd yönlü planlarımıza tətbiq etməliyik. Bəli, səbir çox önəmlidir bu yolda. Tələskənlik və səbir, bunlar bir-birinə təzad təşkil edir. Hər şeydə biz düşünərək, ölçüb biçərək, gələcəyi hədəfləyərək doğru addımları hansı sürətlə deyil, hansı təmkinlə, hansı ardıcıllıqla necə planlı şəkildə həyata keçirməyi hədəfləməliyik. Onun üçün səbrə gözəl bir deyim var. Səbr ilə halva bişər, ey qora səndən, bəkləsən atlas olar, tut yarpağından atın cilovu. Səbrimiz bizdə olan ağıl, dəyanət, sükanı tutaraq hədəfə doğru biz irəliləməliyik. Bəli, 25-ci ili dəyərləndirərkən keçmiş o cümlədən 26-ya baxmalıyıq. Fokus, hədəf mərkəzdə 26-cı ildir. İrəliyə gedirik. Çünki maşın sayağı bizə arxa, keçmiş, yan güzgülər, orta güzgülər kimidir.
ora baxıb təhlükəni görməliyik, amma önə doğru addım atmalıyıq. Ön bizim hədəfimizdir, məqsədimizdir. Bu yolda, bu yöndə hər kəsə mən müvəffəqiyyətlər dolu uğurlar arzulayıram. İnanıram ki, ağılla, ağılı sükan, sükanı cilov, atı bunlarla əlaqədar etsək, onda olan o dəyərlər, o rəmzi mənalar da yoğrulsa bizə nikbin baxış və məqsəd yönlü həyatımıza rəng qatmış olduğunu görmüş olarıq.